vəziyyətini iki əsər vasitəsilə müqayisə edəcəyik: Kuklalar evi və Aygün. Əsərlər qadının ailədəki rolu, üzərinə düşən öhdəlikləri və azadlıq uğrunda mübarizəsini göstərirlər. Gəlin görək, Aygün və Nora necə ailə içində öz şəxsiyyətlərini qoruyur. Hər iki qadının öz seçimləri ilə həm ailələrinə, həm cəmiyyət təsir edir. Gəlin görək necə. Aygün Səməd Vurğunun 1953-cü il əsəridir. Aygün həm sənətdə, həm ailədə güclü qadındır. Kuklalar evi Henry Ibsen tərəfindən 1879-cu ildə elan. Nora isə burada kukla rolunda çıxış edir və patriarxal məhdudiyyətlərlə üzləşir. İki qadın müxtəlif sözlərdə böyüyüb, lakin onların mübarizələri oxudardı. Onlar həyatlarına yön verirdi. Salam, mən Aygün. Mən 20-ci əsr Azərbaycanında doğulmuşam və musiqi ilə nəfəs alan bir qadınam. Həyatımın ilk günləri xoşbəxt keçdi. Evlilik, sevgi, ailə. Amma tezliklə mən anladım ki, mənim mənəvi və sənətkar tərəfim də var və onu boğmaq olmaz. Mənim konservatoriyada təhsilimi yarımçıq qoymağı tələb etdi, amma mən sənətimdən vazgeçmədim. Evdən ayrılsam da mənim məqsədim aydın idi. Mən öz mənlivi və sənətimi qoruyacaqdım. Musiqimlə yüksəldim, ilk eşqimə sadiq qaldım və milli, mənəvi dəyərləri qoruyaraq öz yolumu seçdim. Mənim həyatım göstərir ki, qadın həm ailədə, həm cəmiyyətdə güclü ola bilər. Aygün Emirxan səhnəsi, səhnə 1, dubl 2. Mən şəhərə gedirəm, kənddə mədəniyyət qalmırdı. Sən mənlə gələcəksən, yoxsa tək gedəsən? Mən səni sevirəm, amma sən dəfələrlə güzəşt elədin. Aygün, sən mi hərəkət edirsən? Musiqin səni daima ucaldacaq. Heç bir kəs sənə qarışa bilməz. Yalnız sən və sənətin. Yalnız sənətimlə yaşayıram mən. Bir də ki, gözlü işığı ülkər. Bəzən qəlbimdən istəyirəm əsir, amma sevirəm əsir. Aygün ailədə məsuliyyət daşısa da, şəxsi azadlığını qorumağa çalışır. Bu ailə modeli balanslı və dəstək xarakterlidir. Aygün evdən ayrılaraq konservatoriyada təhsilini davam etdirir. Musiqi əsərləri bəstələyir və dövlət mükafatına layiq görülən simfoniya yaradır. Əmirxan isə mənəvi sarsıntılar keçirərək əvvəlki həyatına qayıdır. Aygün isə ilk eşqinə sadiq qalır. Elyarın sevgisini qiymətləndirir, amma qəbul etmir və heç kimi sevmədiyini bildirir. Salam, mən Nora. Mən 19-cu əsr Avropasında yaşayan bir qadınam. Həyatımın çox hissəsini ailəmin içində kukla kimi keçirdim. Ərimə, cəmiyyət qaydalarına itaət edirdim. Amma içimdə həmişə bir səs vardı. Mən özümü tapmalıyam. Mən də insan kimi hörmətlə tanınmaq istəyirəm. Nəticədə mən evimi, ərimi, uşaqlarımı tərk etdim. Bu mənim azadlıq üçün son şansım idi. Bu qərar asan deyildi, amma mən şəxsiyyətimi qorumaq, öz yolumu seçmək üçün bunu etdim. Hər bir qadın öz həyatında azadlıq və seçim haqqına malik olmalıdır. Haqqlı kukla olmayacağım, öz yolumu seçirəm. Həyatım. Niyə özünüzü şıxan qoyub? Nora, hər addımın məsuliyyət daşıyır. Ailəvi riskə atırsan. Azadlıq mənim üçün vacibdir. Hər iki əsərin mərkəzində qadın şəxsiyyətinin mübarizəsidir. Nora cəmiyyətdə hüquqlar uğrunda, Aygün isə mənəvi vətənpərvərlik və layiqət uğrunda mübarizə aparır. Onlar düşünən, qərar verən və vicdanlarına sadiq qadınlardır. Həyatlarına yön verirlər. Qadın həm fərdi azadlıq, həm mənəvi bölgü, həm də ictimai məsuliyyətin daşıyıcısıdır. Nora fərdi azadlığın simvolu, Aygün isə milli mənəvi saflığın daşıyıcısıdır. Hər iki əsərdə göstərir ki, qadın obrazı yalnız ailə simvolu deyil, həm mənəvi, həm ictimai dəyişimin aparıcı qüvvəsidir. Nora öz şəxsiyyətini tapmaq üçün cəmiyyəti sındırır və lakin Aygün öz şəxsiyyətini qoruyaraq həm milli, həm mənəvi dəyərləri ucaldır. Qadın obrazı həm cəmiyyətdə, həm ailədə böyük bir dəyər daşıyır. Hər iki qadın öz şəxsiyyətinə sadiq və öz həyatlarını idarə etmək istəyirlər. Onlar düşünən və qərar verə bilən obrazlardır. Kör-körənə itaət etmirlər. Hər iki əsərdə qadınlar qadın gücünü güclətməyə çalışırlar. Nora 19-cu əsr Avropasında patriarxal mühitdə öz fərdi azadlığı uğrunda ailəsini tərk edir. O öz evini, uşaqlarını, ərini qoyub gedir. O cəmiyyətdə tanınma istəyini və fərdi azadlığı simvolizə edir. 20-ci əsr Azərbaycanında sosialist ideyalarla mənəvi və milli dəyərləri qoruyaraq yüksəlir. Ailə və cəmiyyət içində mənəvi azadlıq və sadiqliyi simvolizə edir. Hər iki əsərdə qadın obrazı yalnız ailə üzvü deyil, mənəvi və ictimai dəyişimin aparıcı qüvvəsidir. Nora öz şəxsiyyətini tapmaq üçün cəmiyyəti sındırır. Aygün isə öz şəxsiyyətini qoruyaraq milli və mənəvi dəyərləri ucaldır. Qadın həm ailədə, həm cəmiyyətdə güclü dayağın simvoludur.